Bəs sən necə Allaha sığındın? Necə sən qorxdun bu sabaha ac qalarsan? Əvvəla sən sabahın fikrini niyə çəksən? Nə bilirsən sabaha sağ çıxarsan? Bu bir. İkincisi də sabahın öz ruzusu var. Sən bugünkü ruzunla sədəqə ver. Sabahın öz ruzusu var, Rəbbin sənə göndərər. Bəs mən bir dəfə cavan idim. Namaz falan yox idi, yəni cahil bir insan idim. Amma Allah'ı tanıyırdım. Mənim həyat yoldaşım dedi ki, ay kişi bir get gör evdə heç nə yoxdur. Hava da bəlkə istiydi. Get gör hardan bir şey tapsan gəlsən, evdə də 5 dənə uşaq, körpə az yaşlı. Dedim ki, bilirsən nə var? Sizi kim yaradı? Dedi ki, Allah. Yəni ikimiz də cahil insanıq. Yəni namaz yoxdur da. Dedim ki, gidin Allah'tan istəyində orucunuz. Mən gedirəm yatmağa, istidir. Hara çıxın bu istidə çölə? Gittim neyse yattım 1-2 saat, mən durğuzdakı dur qapı döyülür. Durdum, götürdüm, qapını açdım, gördüm 2 nəfər. Bir iş var idi, gəldilər, məndən onu xahiş elədilər. Neyse orada çıxartdılar bana, 200 manat pul verdilər, getdilər. 200 manat əlimdə gəldim evə, dedim ki, siz Allah'tan istəmişdiniz. Dedilər ki, hə, ana bala hamımız Allah'tan istəmişdik. Dedim, göndərib gəla. Yəni bu onların Allah'a yaxınlaşmağına, imanlarının gücləməyinə bir səbəb oldu. Mən dedim, bax Allah'tan istəmişsiniz, Allah göndərdi.